İcbari Sığorta Bürosu vətəndaşların öz sığorta məlumatlarına elektron qaydada rahat və təhlükəsiz çıxış əldə etməsi üçün şəxsi sığorta kabineti yaradıb. Bu xidmətin əsas məqsədi vətəndaşlara sığorta müqaviləsi, sığorta hadisələri barədə məlumatları bir mərkəzdə, real vaxtda və şəffaf şəkildə təqdim etməkdir. Kabinetə necə daxil olmaq olar? Vətəndaş şəxsi sığorta kabinetindən istifadə etmək üçün bu addımları izləməlidir. İSB.az rəsmi internet səhifəsinə daxil olun, əsas menyudan e-xidmət bölməsini seçin. Özünüzdə mövcud olan asan imza, elektron və ya sima imza düymələrini klikləyin. Elektron identifikasiya vasitəsilə sistemə daxil olun. Şəxsi kabinetinizdə sizə aid sığorta sənədlərini və digər məlumatları görmək mümkündür. Şəxsi sığorta kabineti vətəndaşlara öz sığorta şəhadətnamələrini izləmək, sənədlərini yoxlamaq və zəruri hallarda hüquqi əsaslarla istifadə etmək imkanı yaradır. Bu sistem sığorta sektorunun rəqəmsallaşdırılmasının vacib mərhələsidir və hər bir sığortalı üçün şəxsi nəzarət mexanizmi funksiyasını daşıyır.